Əziz dostlar, əziz balalar, bilməlisiniz ki, hər birimizin, istər böyük olsun, istər kiçik, istər qoca, istər cavan, istər uşaq, hər birimizin sağlamlığın keşiyində duranlar var. Bugünkü gözəl gündə, bu xoş gündə öz işini saxlayıb sizin görüşünüzə gələn həkimimiz Mirzə Cəlal Səfərov buradadır. Onun ürək sözləri dinləyək. Çünki olur, hər biriniz üçün, hər birinizin sağlamlığı üçün onun ürəyi nana yarpağı kimi əsmişdir. Ellər Loğman demişsən əzəldən, sınıq könülləri sənsən düzəldən, ömrün baharını vaxtsız əcəldən, qoru hikmətinlə hər zaman həkim. Buyurun həkim. Mənə söz verdiyinizə görə çox sağ olun. Əziz birincilər, əziz 11-cilər, əziz valideynlər, bu gözəl bayram münasibətini hamınızı təbrik edirəm. Sizin hamınıza can sağlığı arzu edirəm. Bu bayram elə bir bayramdır ki, bu ömrə həkk olunan, həmişə yaşar bir bayramdır. Çünki bu bayramı unutmaq olmaz. Bu bayram doğrudan da gözəl və təravətlidir. Mən bu ümumiyyətlə sizin hamınıza 11-cilər, o Tacikistanın gözəl gənc bir şairi Mövcüdə xanımın belə bir şeiri vardır. Mən gözəl ürək sevirəm. Ona görə də mən sizin hamınıza gözəl ürək, tox ürək, sevdalı ürək, şən ürək, məğrur ürək, təmiz bir ürək sahibi olmağı arzu edirəm. Çünki bu ürək sahibinə, bu ürəyə malik olan şəxslər həyatda öz inkişaf yolunu, öz səviyyəsini tapa biləcəklər. Eyni zamanda mən burada 11-cilərin içərisində yaxşı yazıb yaradan şairlər də var. Bu şairlərdən biri doğrudan da şeir aləminə qədəm qoyan bu Vahid Mirzəyevdir. Bu yaxınlarda mətbuatda onun belə bir şeiri çıxmışdır, doğrudan da məni valeh elədi. Deyir, həyatda hər insan ucalmaq istər, bu arzu ümidlə yaşayırıq biz. İlahi, həyata elə yol göstər, yaşayaq doyunca qocalmayaq biz. Yaşamaq gözəldir, həyat gözəldir. Bu gözəlliyi bizə verən həyat özüdür. Demək, ucalma istəyirik, ucadaq kimi insanı qanadına, insana ən, necə deyərlər, qısa yol verilir. Ümumiyyətlə, bu şeir böyük bir şeirdir. Bunu tam əzbərləməmişəm. Mən ona uğurları arzulayıram. Yeni şeylər yazmağı arzulayıram və onun ad günü münasibətilə bütün 11-cilər adından təbrik edirəm. Sağ olun. Çox sağ olun. Vətən mənə oğul desə nə dərdim? Mamur olub qayasına bitərdim. Doğrudan da vətənin oğlu olmaq asan iş deyil. Gərək elə yaşayasan ki, vətənə layiq bir adam olasan. Davranışında, hərəkətində, münasibətlərində nümunə olmağı bacarasan. Öz vətənini, öz elini, öz xalqını sevməyi bacarasan. Bu cür elini, obasını sevmək bacaran, öz vətəninin hər bir qarışını göz bəbəyi qorumağa çalışan, son damla qarına qədər qorumağa çalışmağa söz verən İslat müəllimlə Zakir müəllimi bura dəvət edək, onların ürək sözləri dinləyək. Xahiş edirəm, bura gəlin. Əziz 11-cilər və 1-cilər, bugünkü şənli günlə sizi ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Sizə arzum budur ki, həmişə qəlbinizdə vətən, ana, müəllim sözü yaşasın. Arzum budur, gələcəkdə xoşbəxtlik, saadət, sağlam olasınız. Sağ olun. Birincilərə arzum budur ki, bugünkü gündə 11-ciləri yola salan kimi onları da şən bir vaxtına yola salan. Sağ olun. Əziz 11-cilər və 1-cilər, hörmətli müəllimlər və valideynlər, hamınızı bu şən, bu xoş gün, son zəng günü münasibəti ilə təbrik edirəm. Əziz 11-cilər, sizinlə mən 7 il ardıcıl məşğul olmuşam. Hər birinizi
lazımi qədər tanıyıram. Hamınız bacarıqlı, qabiliyyətli, qanacaqlı uşaqlarsınız. Sizin hər birinizə zəhmətinizlə, əməyinizlə, birliyinizlə kəndimizi, məktəbimizi yüksəklərə qaldırmağa, adını yüksəltməyi arzu edirəm. Əziz birincilər, sizin də 10 ildən sonra 11-cilər kimi həmən cərgədə durmağı, bu xoş sözləri eşitməyinizi sizə arzu edirəm. Sağ olun, var olun. Bax, bugün burada birinci sinifin müəllimləri, ilk müəllimlərdən Fərzullah müəllim oturub. Ona söz verək. Əziz 11-cilər və birincilər, hörmətli müəllimlər, buraya yığışıb bu məclisə xoş təravətlə gələn qonaqlara çox sağ ol deyirəm. Əziz 11-cilər, mən sizi son zəng münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı, uzun ömür və işinizdə müvəffəqiyyətlə arzulayıram. Əziz şagirdlərim, həyatda enişli, yoxuşlu yollar çoxdur. Əgər yoxuşu getməsən, hamar yolun qədrini bilməzsən. Ona görə də siz bu yollarda arzu edirəm ki, büdrəməyəsiniz. Həyatda mübariz, qayğıkeş olun. Dədə Qorqudda belə bir misal var, Dədə Qorqud özü deyir. Deyir, vətənin oldu, onu qorumadın, nə faydası? Vətənin oldu, onu əkib becərmədin, yenə nə faydası? Ona görə də mən sizə deyirəm, arzu edirəm ki, həyatda həmişə mübariz olun və vətəninə, elinə layiq vətəndaşlar kimi yetişin. Çox sağ olun. Sizə uzun ömür və müvəffəqiyyətlə arzulayıram. Sağ olun. Sağ olun. Birinci sinif şairi Akif Ağayev dinləyək. Akif şeir deyirsən. Sen yolka, eğilmişsen Allah'ın budaklara çıraklan devre vurursun Allah. Kalmaz yürüşen yolun, sen de gidersen yoksun. Bizde gelir kulağının, bazen ver budağın, çaktan bağılağın, olmuş şen yoksun, sen de gidersen yoksun. Sağ ol Akif. Akif kuşu yaxınlaşdırır yavaşı. Qışdan uzağa gitmir.